Ey səmava ata, bu gün də sənin qarşına gəlirik, ya Rəbb. Sənə minnətdarlıq bildiririk. Sənə şükranlarımız gətiririk. Bu günü sən bizə bir hədiyyə verdin, ya Rəbb. Ya Rəbb, gecəmizi xeyirda ilə verdin, rahatlıqla verdin. Və bu günü artıq bir sabaha açdıq. Səmava ata, ağırlığı ilə, qırıqlığı ilə, sevinci ilə, hər bir vəziyyətimizi sənə gətirirəm. Ya Rəbb, nə ağrı, nə acı varsa, nə imansızlıq, nə qorxu varsa, nə keçmişin çaşqınlığı varsa, nə hələ də bu günün çaşqınlığı varsa, ata sən qarşıma gətirirəm. Sən dedin ağır yüklərinizi gətirin mənə. Ya Rəbb, mən təvəzzükaram, mən həliməm. Ata, biz də sənin qarşıma gətiririk, sənə veririk. İdarə et bu günümüzü. Xeyirdanı əsirgəmə heç bir bacı qardaşımın üzərindən. Lütf ver, əminmanlıq ver bu gün üçün. Sülh ver, ya Rəbb. Sən kəlamın dedi ki, sülhdə olun hər kəslə. Qoy sülh hər birini idarə eləsin. Əminmanlıqda yaşasınlar. İsa Məsih ismi ilə, sənin qanınla yuyunsunlar. Ya Rəbb, dua edib sənin əllərinə verirəm, ya Rəbb. Xeyir dua ver hər bir kəsə. Qoru onları, ya Rəbb. Bizdə ki, sən kəlamında dedin ki, sən bizim çobanımızsan. Hər birini yaşıl səmənlərə apar. Hər birini, ruhlarını sular kənarına apar. O qədər rahatlıq ver ki, səni tanıdıqları üçün öz rahatlıqlarını tapa bilsinlər. Mən azadam deyib, sənin qarşında dayana bilsinlər. Heç bir keçmiş onları idarə elə bilməsin. Ya Rəbb, ya Rəbb, onları cuşa gətir, ya Rəbb. Onları sevinç ruhunla doldur, ya Rəbb. Bu günün idarəsi, qoy sənin tərəfindən onların həyatlarını bərpa eləsin. Səmava ata, sən bizim qoruyucumuzsan. Biz sənin hər birimiz ölümünə və dirilişinə imanla yanaşırıq. Və inanırıq ki, sən bizim bu yer üzərində də, gələcək, əbədi həyatımızda da sən bizə dayaqsan. Ya Rəbb, sən bizi atmırsan. Sən hər zaman bizə çobanlıq edirsən. Sənin əhsan, sənin dəyənəyin bizə xeyir dua verir. Ya Rəbb, kimin ürəyində, kimin içində, daxilində, düşüncəsində sənin istəmədiyin düşüncələr varsa, onları ata, tamamilə yox et. Qoy düşüncələr o qədər rahat olsun ki, sənə bağlı düşüncələrə sahib olsunlar. Hər biri və hər birimiz İsa Məsihin ismi ilə. Qulaq asın hər bir bacı qardaşımı sənin huzurun altına gətirirəm. Huzurun dəyişsin. Huzurun onlara can versin. Bütün ölü həyatları yox olsun. Və dirilmiş həyatları bərpa olunsun. Bərpa et, ya Rəbb. Bərpa et sənin yollarında yürümək üçün. Qoy qərarsız olsunlar. Mən azadam. Mən bu yoldan heç bir vaxt dönməyəcəm. Mən bu yolda daimi qarşıya gedəcəm. Ata, sən bizim qoruyucumuzsan. Sən bizim qalxanımızsan. Yanımızda 1000 nəfər, sağımızda 10.000 nəfər qırılsa da bizə xətər dəyməz. Dəyə də bilməz. Qoy hər bir bacı qardaşım bunu anlayışla qəbul etsin. Qoy bu gözəl xeyirdanı hər kəs qəbul etsin, götürsün. Sən mənim qalxanımsan, deyə bilsin. Hər kəsin həyatına ata, sənin sülhün, əminmanlığın onların həyatında böyük bir yer tutsun. Ya Rəbb, heç bir nəticəyə baxmasınlar. Sadəcə sənə baxsınlar. Sadəcə sənin onlara
xeyirdağı verdiyini, azad etdiyini, sona qədər onlarla olduğuna əminliklə inana bilsinlər. Bu böyük bir nəticədir. Bu nəticəni unutmasınlar. Ata, dua edirəm. Bütün ağırlıqlar sənə gəlsin. Günün nə ağırlığı varsa, onları qəbul et, ya Rəbb. Və idarə ruhun, qoy bu gün hər bir kəsi idarə eləsin. Ya Rəbb, qoy sənin pak, nöqsansız, qüsursuz, o qanında yuyunsunlar, ata. Və qan onları təmizləsin. Hər birimizi təmizləsin. Ata, sənə minnətdaram. Qoy hər bir kəs səmimi şəkildə sənin qarşında sükutla dayana bilsin. Səmimi şəkildə deyə bilsin, ya Rəbb, sən varsan. Mənim keçdiyim heç bir şey mənə toxuna bilməz. Yeganə Rəbbim sənsən. Silahdaşın sənsən. Hər gün onlar bu gündə olduğu kimi iman qalxanlarını götürə bilsin. Silahlı dəbilqələrini geyinə bilsin. Efeslərdə deyildiyi kimi hər bir kəsin həyatında böyük bir ruhani silahlar onları qorusun. Ya Rəbb, həm fiziki, həm ruhani. Onlara şəfa ver, ya Rəbb. Həm fiziki, həm ruhani onların həyatlarını qoru. Onların həyatlarında qoy güclü, qüdrətli ruhun onları idarə eləsin. Qoy hər bir kəs sənin ata sözlərinə bəli və amin desin. İsa'nın ismində və adında. Halleluya. Ata, oğul, müqəddəs ruh naminə. Amin, amin, amin.